Hamıya salam. Bugün birlikdə rəqəmsal dünyamızı necə qoruyacağımızın sirlərini açacağıq. Mövzumuz kiber təhlükəsizlik nəzarəti. Bilirəm, adı biraz qorxulu səslənir, elə deyilmi? Amma heç narahat olmayın. Biz bunu elə sadə dildə izah edəcəyik ki, hər kəs başa düşsün. Hazırsınızsa, gəlin rəqəmsal dünyanızı fəthilməz bir qalaya çevirək. Gəlin bir anlıq təsəvvür edək. Əgər sizin bütün rəqəmsal həyatınız, yəni onlayn hesablarınız, şəkilləriniz, mesajlarınız hündür divarları olan bir qalanın içində olsaydı, onu necə qoruyardınız? Bax, bu sual bütün mövzumuzun açarıdır. Gəlin görək, sizin rəqəmsal divarlarınız, mühafizəçiləriniz və qaydalarınız əslində nədir? Baxın, məsələ budur. Hər bir qalanı qorumaq üçün hündür divarlar, dərin xəndəklər, gözü açıq keşikçilər lazımdır, düzdürmü? Bizim rəqəmsal dünyamız da eyni ilə belədir. Onun da müdafiəyə ehtiyacı var. Kiber təhlükəsizlik dilində bu müdafiə tədbirlərinə təhlükəsizlik nəzarəti deyilir. Onlar bizim rəqəmsal qalamızın təməl daşlarıdır. Yaxşı, bəs bu təhlükəsizlik nəzarəti deyilən şey nədir əslində? Ən sadə dillə desək, bu sizin dəyərli məlumatlarınızı qorumaq, təhlükələri azaltmaq və hücumları dayandırmaq üçün etdiyiniz hər şeydir. Yəni, qoyduğunuz o mürəkkəb paroldan tutmuş, kompüterinizdəki antivirusa qədər hər şey, baxın, hər şey əslində bir təhlükəsizlik nəzarətidir. Hər bir möhkəm qalanın arxasında ağıllı bir plan dayanır, elə deyilmi? Harada divar çəkəcəksən, harada gözətçi qülləsi tikəcəksən. Kiber təhlükəsizlik də məhz belədir. İndi gəlin bu müdafiə planının, yəni bizim rəqəmsal qalamızın memarlıq cizgilərinə birlikdə baxaq. Deməli, bizim bu müdafiə planımız 4 əsas sütun üzərində qurulub. 4 fərqli, amma bir-birini mükəmməl şəkildə tamamlayan müdafiə xətti. Birincisi, texniki nəzarətlər. Bunları qalanın yüksək texnologiyalı silahları kimi düşünün. Məsələn, o tez-tez eşitdiyimiz firewall var ha. O, qalanın əsas darvazasında dayanıb, hər gəlib gedənin sənədini yoxlayan ciddi bir mühafizəcidir. Antivirus isə qalanın içinə sızmış casusları tapıb, zərərsizləşdirən xüsusi təyinatlı bir dəstə kimidir. Şifrələmə. Bu isə padşahın məktublarının yalnız doğru adama çatanda oxuna bilən xüsusi bir kodla yazılmasıdır. Super, elə deyilmi? İkincisi, inzibati nəzarətlər. Təbii ki, təkcə texnologiya ilə iş bitmir. Qalanın nizam-intizamı, qanunları olmalıdır. Bax, inzibati nəzarətlər məhz bu deməkdir. Qalanın qaydaları, siyasətləri, məsələn, xəzinə otağına yalnız vəzirdən icazəsi olanlar girə bilər, kimi bir qayda və ya mütəmadi olaraq qalanın hansı divarı zəifdir, düşmən haradan girə bilər deyə yoxlamalar aparmaq. Üçüncüsü, əməliyyat nəzarətləri. Bu isə birbaşa insanlarla bağlıdır. Yəni, mühafizəçilərin gündəlik vəzifələri, onların hər gün divarlarda keşik çəkməsi, növbəni bir-birinə təhvil verməsi, kiber təhlükəsizlikdə də belədir. Məsələn, bir hücum olsa, kim nə etməlidir, hansı addımlar atılmalıdır, bunun əvvəlcədən hazırlanmış planı. Və ya hər gün sistem jurnallarını yoxlayıb, görəsən gecə qala divarlardan dırmaşmağa cəhd edən olubmu, deyə araşdırmaq məhz əməliyyat nəzarətidir. Və nəhayət, dördüncü, fiziki nəzarət. Bu isə artıq tamamilə real, əllə toxuna bildiyimiz şeylərdir. Qalanın öz daş divarları, möhkəm dəmir qapıları, ətrafındakı dərin xəndəyi kimi. Bizim rəqəmsal dünyamızda bu, məlumatların saxlandığı server otağının qıfıllı qapısıdır. O otağın qarşısında dayanan mühafizəçidir, hətta binanın ətrafındakı hasarlardır. Yaxşı, qalanın planını, yəni 4 əsas müdafiə kateqoriyasını anladıq. İndi isə gəlin silah anbarına girək və görək bu qalanı qorumaq üçün hansı alətlərimiz, hansı silahlarımız var. Bu nəzarət növləri o planı reallığa çevirən vasitələrdir. Silahlarımız arasında ən çox istifadə edilən ikisi var. Profilaktik, yəni qabaqlayıcı və dedektiv, yəni aşkarlayıcı nəzarətlər. Təsəvvür edin, profilaktik nəzarət düşmənin oxunun sizə dəyməsinin qarşısını alan möhkəm bir qalxandır. Məqsəd hücumun heç baş verməməsidir. Dedektiv nəzarət isə fərz edək ki, bir ox divardan keçdi, amma o dəqiqə bütün qalada zənglərin çalmasına səbəb olan bir siqnalizasiya sistemidir. Məqsəd hücumdan dərhal xəbər tutmaqdır. Amma arsenalımız bunlarla bitmir əlbəttə. Başqa vacib alətlərimiz də var. Məsələn, düzəldici nəzarət. Düşmən divarda bir dəlik açdı, düzdürmü? Bax, o dəliyi dərhal təmir edən ustalar düzəldici nəzarətdir. Yəni, zərəri aradan qaldırır. Sonra var maneə törədən nəzarət. Bu, sadəcə qalanın hündür divarlarını görüb, düşmənin, yox, bura hücum etməyə dəyməz deməsidir. Və bir də var kompensasiya edici nəzarət. Bu isə bizim B planımızdır. Əsas darvaza sındı, problem deyil, arxada gizli, daha möhkəm bir qapımız da var. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi bütün bunları real həyatda görək.
Təsəvvür edin, müasir bir qalamız var, məlumat mərkəzi. Görək bu müdafiə sistemləri orada necə işləyir. İndi gəlin bütün parçaları birləşdirək. Qalamız bir məlumat mərkəzidir. Baxın, texniki nəzarət neyinir? Firewall şübhəli internet trafiki bloklayır. Bəs inzibati? Hər 3 aydan bir risk yoxlaması keçirilməlidir deyən bir qayda var. Əməliyyat nəzarəti? IT mütəxəssisləri hər gün sistemə kimin daxil olduğuna baxır. Və fiziki nəzarət? Əlbəttə ki, serverlərin olduğu otağın kilitli qapısı. Görürsünüz, hər biri fərqli bir iş görür, amma məqsəd eynidir, qalanı qorumaq. Möhtəşəm bir komanda işi. İndi isə gəlin eyni mərkəzdəki silahlara baxaq. Profilaktik silahımız nədir? Firewall, təhdidləri hələ qapıdaykən bloklayır. Detektiv silahımız, sistem jurnalları qırmızı siqnal yandırır ki, diqqət, kimsə içəri girməyə çalışır. Bəs nəsə pis bir şey olsa, düzəldici nəzarət işə düşür. IT komandası məlumatları dərhal ehtiyat nüsxədən bərpa edir və maneə törədən otağın küncündəki o yanıb sönən kamera var ha, o pis niyyətli adamı heç cəhd etməkdən belə çəkindirir. Bax, çoxqatlı müdafiə deyilən şey məhz budur. Yaxşı, bütün bu böyük şirkətlərdən, məlumat mərkəzlərindən danışdıq. Bəs siz, bəs biz, bizim bu böyük müdafiə planındakı rolumuz nədir axı? Buradan çıxaracağımız ən vacib nəticə budur. Effektiv kibertəhlükəsizlik keçilməz tək bir divar deyil, yox, o, bir-birini dəstəkləyən, bir-birinin boşluğunu dolduran saysız-hesabsız müdafiə qatıdır. Ən hündür divar belə üstündə keşikçi yoxdursa bir işə yaramaz. Və bunu heç vaxt unutmayın. Bütün bu danışdıqlarımız təkcə nəhəng korporasiyalar üçün deyil. Sizin, mənim, hər birimizin şəxsi rəqəmsal qalası var. İstifadə etdiyiniz o güclü parol var ha, o sizin qalanızın əsas darvazasıdır. Aktivləşdirdiyiniz 2 faktorlu təsdiqləmə yalnız sizin bildiyiniz gizli bir yoldur. Proqramlarınızı vaxtı-vaxtında yeniləmək isə qala divarlarındakı çatları təmir etməkdir. Yəni, hər birimiz öz rəqəmsal qalamızın bir mühafizəçisiyik. Və sonda gəlin özümüzə bu sualı verək. Bütün bunları nəzərə alsaq, mənim şəxsi rəqəmsal qalam nə qədər güclüdür? Darvazalarım möhkəmdirmi? Keşikçilərim oyaqdırmı? Və ən əsası, mən yaxşı bir qala komandiriyəmmi?